o qədər xod verib ki, maqnitofona. Misal üçün də, yəni pəncərələri də açıb, axı sən özün qulaq asmazsan, özün üçün o qədər biraz verdin xod kifayət eləyir də. Başlayır maşını o şəkildə sürməyə və insanlar buna diqqət eləsin, baxsınlar. Amma özün də elə aparır bəzən ki, onlara baxmır da, gözaltı baxır. Və xoşu da gəlir ki, bütün insanların fikrini çəkib özünə. Deyirlər, insan özünü sevir, məhz o sevgi səbəbdir həm sevməyə, həm sevilməyə. Həmən sevilmək hissi də diqqət istəyir. Ən mühüm diqqəti də bəşər gözləntisi Allahdandır. Allah onu öz diqqətində saxlasın. Bəzi vaxtlar bu mənəvi ali dəyərdən, diqqətdən kənarda qalır deyənə ömrünü lazım olmayan yerlərə sərf edir ki, filan kəs mənə baxsın. İnsanın ehtiyacı var, bu ehtiyac ali bir ehtiyacdır və Allah təmin eləsə həqiqətən tamamlanar insan. Allah ona nəzər eləsə insan xoşbəxt hiss edir özünü. Məsələ budur, rahatlaşar.